Bismillahirrahmanirrahim. Vicdanı aldatmaq. Müsəlmanları, münafiqləri tanımaqdakı ən böyük çətinliyi onda idi ki, kim üzdə də olsa İslamı qəbul etdiyini bildirsəydi, onu müsəlman olaraq qəbul edib etiqadını araşdırmamalı idilər. Digər tərəfdən isə daxildə İslamın qatı düşmənlərindən olan, lakin özlərini müsəlman kimi təqdim edən münafiqlərin məkirli planlarından qorunmalı idilər. Münafiqlər bu yolu seçməklə elə güman edirdilər ki, Allahı və möminləri aldada bilərlər. Lakin heç özlərinin də xəbəri olmadan özlərini aldadırdılar. Münafiqlər öz yanlış etiqadlarına əsasən belə hesab edirdilər ki, güya Peyğəmbər Salavatullah hakimiyyət başına gəlməkdən ötürü Peyğəmbərliyini bəhanə edərək cəmaatı aldatmışdı. Allahı və möminləri aldatmağa çalışırlar. Cümləsi də bu həqiqəti ortaya çıxarır. Münafiqlərin fikrincə sadəlöv insanlar da onun bu kələyinə inanıb ətrafına toplaşmışlar. Buna görə də onun hiləsinə hilə ilə cavab vermək lazımdır. Bu baxımdan münafiqlərin işi hilə və kələk sayılır. Digər tərəfdən isə Allahın böyük Peyğəmbəri haqqında yanlış fikirdəydilər. Ayədəki, halbuki yalnız özlərini aldadırlar, lakin bunu anlamırlar. Cümləsi onların hər iki fikrini alt-üst edir. Bu cümlə bir tərəfdən çatdırır ki, yalnız onlar hər cür hiləyə, kələyə əl atırlar. Peyğəmbər sallallahu qətiyyən hiləyə əl atmayıb. Digər tərəfdən də bildirir ki, onların bu hiləsi də öz başlarında çatlayır. Başa düşmürlər ki, özlərini aldadırlar. Çünki Allah Taala'nın səadəti satmaq üçün öz varlıqlarında təyin etdiyi sərmayəni hilə və kələkdən istifadə etməklə əldən verir, beləliklə də dünyadan əliboş bir yığın günahla gedirlər. Təbii ki, heç kim Allah Taala'nı aldada bilməz. Çünki o aşkarı da gizlini də bilir, hər şeydən xəbərdardır. Belə olan halda yuxadiuna feilinin 3-cü babda verilməsi nəzərə almaq lazımdır ki, 3-cü babda işlədilən feil əsasən qarşılıq mənasını verir. Yəni burada sanki qarşılıqlı aldatma nəzərdə tutulub. Güya münafiqlər Allahı, Allah da öz növbəsində münafiqləri aldatmağa çalışır. Yuxadiuna feilinin 3-cü babda verilməsi ya onunla əlaqədardır ki, Peyğəmbər sallallahu və möminləri aldatmaq sanki elə Allahı aldatmaqdır. Necə ki, bir çox ayələrdə Allah Taala Peyğəmbər sallallahu və möminləri necə böyük hörmətə naib olduqlarını çatdırmaq üçün özünü də onların sırasına qoşmuşdu. Ya da ondan görədir ki, münafiqlər Allahın sifətlərindən xəbərdar olmadıqları üçün doğrudan da belə fikirləşirmişlər. Sanki onu aldada bilərlər. Hər halda bu ayə vicdanı aldatmağa toxunur. İnsan bəzi vaxtlar öz yanlış hərəkətinə bəraət qazandırmaqdan ötürü vicdanını aldatmağa çalışır. Getdikcə özünü inandırır ki, gördüyü işlər nəinki yanlış deyil, əksinə doğru və islah edici işlərdir. Deyilənlərə görə Amerikanın yüksək rütbəli şəxslərindən biri nə üçün Yaponiyanın iki böyük şəhəri Hiroşima və Nagasakiyə atom bombası ataraq 200 min nəfər uşaq, gənc və yaşlı insanın ölümünə səbəb olan əmr verdiniz sualına belə cavab vermişdi. Biz bu addımı sülh məqsədi ilə atmışıq. Əgər bunu etməsəydi, müharibə daha da uzanar, bundan daha artıq tələfat olardı. İndiki dövrün münafiqləri də ya insanları, ya da öz vicdanlarını aldatmaqdan ötürü bu kimi sözlər danışırlar. Halbuki müharibənin daha tez başa çatması üçün müharibəni qeyd şərtsiz dayandırmaq kimi alternativ yollar da mövcud olmuşdu. Deməli, nifaq əslində vicdanı aldatmaq üçün bir vasitədir. İnsan öz daxilindəki həmişə oyaq nəzarətçini yuxuya verməsi necə də acınacaqlı bir haldır. Əgər sən də Quranı dərk edərək oxumaq istəyirsənsə, abunə ol və birlikdə öyrənək.